Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Biləcəri qəsəbəsində DSK yolu kimi tanınan ərazidə yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə zamanı minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən idarəetməsini itirən yük avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. Faktla bağlı araşdırma aparılır. Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə gecə saat 02 radələrində Qara Məryəm İsmailli Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Elsəvər İsmailov idarə etdiyi Mercedes markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmailov və onun anası 68 yaşlı Tamilə İsmailova xəsarət alıb. Tamilə İsmailova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.